heç bir iş görülmür. 4 ildir bu şəraitdə yaşayırıq. Qaz olmur, işıq olmur. Bəzilərinin ürək tutması olur. Binəqədi rayonu Səttar Bəhlulzadə bir ünvanda təxminən 8 il əvvəl bir binanın, çox mərtəbəli binanın tikintisinə başlanılıb. Amma sakinlərin dediyinə görə arada bu qədər vaxt keçməsinə baxmayaraq, bina hələ də tam təhvil verilməyib. Mənzillərin də çıxarışı yoxdur, vətəndaşlar öz evlərinə qeydiyyata düşə bilmirlər. Binada mənzili 2018-ci ildə almışıq. Hələ də bina təhvil verilməyib. Liftin biri yoxdur, yanğın təhlükəsizlik sistemi yoxdur, generator yoxdur bu binada. Bina təhvil verilmədiyinə görə çıxarış yoxdur deyənə heç kəsin qeydiyyatı yoxdur. 4 ildir bu şəraitdə yaşayırıq. 21-ci ildə bina təhvilə getməli idi. Hal-hazırda 26-cı ildir bina təhvilə getməyib. Mənzil mülkəsə müştərək cəmiyyət qurmuşuq. Biz özümüz sakinlər binada abadlıq işləri aparmağa çalışırıq. Maliyyə MTQ hər bir sakinlə alqı-satqı müqaviləsi ilə mənzil satıb və müqavili üzrə heç bir öhdəliyin yerinə yetirmir. Generator yoxdur. İşıqlar sönəndə sakinlər evinə çıxa bilmir. İşıqlar sönəndə liftin içində qalanlar olurdu. Bəzilərinin ürək tutması olurdu. Qaraj bizə verilmir. MTQ buradan küllü miqdarda pul qazanır, obyektlərdən pul qazanır. Bizim burada elə ki 4 mərtəbə bina olub, o sökülüb yerində bina tikilib, heç bir iş görülmür. Qaraj da götürüblər, pulunu da yığırlar, bu binələ bir köpük olsun xərcləmirlər. Hər bir kəs 100 manat verib qarajda maşını saxlayır. O puldan yəni bizim büdcəyə 1 manat da olsun köçürülmür. Biz buranı mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti yaratmışıq. Əvvəlcən qazımız da heç olmayıb, onu da öz yəni sakinlərin sayəsində gedib tələb eləmişik, yazmışıq, şikayət eləmişik. Mansart hissəsi qeyri-yaşayış olmağına baxmayaraq, mansartı da yaşayış kimi tikir, həm də oranı sataraq oradan pul qazanır. Orada pilot layihə olduğuna görə pilot layihədə əvəzləşdirmə verilib, 20-dən artıq qaraj əvəzləşdirmə ilə verilib. Qalan qarajlardakı şəxsi mülkiyyətdə olan qarajlardır. Oradan yəni yığılan pulların nə o MMC-yə, nə bizə adəti yoxdur. Mansart, bunlar mansart dedikləri bizim bugünkü də bütün yaşayış tələblərinə uyğun olaraq cavab verir. Lif qalxır, qaz çəkilib, işıq çəkilib, su çəkilib və sayğaclar qoyulub. Yaşayış tələbinə uyğundur. Biz də orada pilot layihədən köçən sakinlərə oradan ev təmir edib verməliyik. Liflə, Pajarın xətti ilə də bağlı, binanın təhvili ilə bağlı biz bir neçə dəfə cəhd göstərmişik ki, binanı təhvil verək. Həmin MMC sədr və onun idarə heyəti öz şəxsi maraqlarına görə bu işlərə mane olurlar. Ona görə bu işlər gecikir. Biz oraya materiallar gətirmişik, iş görmək istəmişik də. Bunlar bir neçə dəfə mane olublar. Ona görə də binanın təhvil verilməsi gecikir. Və bunlara baxmayaraq bu yaxın günlərdə bu binanın təhvil verilməsi ilə bağlı işlər görəcəyik. Binəqədi rayonu 18-ci Dağlı küçəsi bir ünvanında Mahallə MTK tərəfindən aidiyyatı qurumun 30 iyul 2018-ci il tarixli icazə sənədi əsasında 4 girişli 17 üstəgəl mansarda mərtəbəli yaşayış binasının tikintisi başa çatmışdır. Lakin Fövqəladə Hallar Nazirliyinin tikintidə təhlükəsizliyə nəzarət dövlət agentliyinin əməkdaşları tərəfindən binanın mansarda mərtəbəsi təsdiq olunmuş layihəsində arakəsmə divarları olmadığı halda MTK tərəfindən hörgü işləri aparılaraq mənzillərə bölündüyü faktı aşkar edilmişdir. Tərəfimizdən bununla bağlı tikinti işləri dayandırılmış, həmçinin aidiyyatı qurumlar məlumatlandırılmışdır.